bıçağı kürək tərəfindən bu hissədən soxub gəlib çıxıb qabaqdan. Al qanı xarman alır. Əvvəlcədə qohumluq əlaqəsi olub? Yox, qohumluğumuz yoxdur, qonşuyuq burada. Şamaxıda dəhşətli qətl hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İlkin məlumatlara görə Kürəkən Teymur Əliyev, qaynatası Füzuli Quliyeva küçənin məhz bu nöqtəsində bir neçə bıçaq xəsarəti yetirib. Bundan sonra xəsarət alan şəxs bu istiqamətdən keçərək evlərinə doğru hərəkət edib. Bundan sonra o yaxınlarının köməyi vasitəsilə rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır. Bütün detallar və təfərrüatlar aparılan araşdırmaların sonunda bəlli olacaq. Cinayəti törətməkdə təqsirli, daha dəqiq desəm şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb. İndi hadisənin bəzi təfərrüatların elə qohumlarının dilindən eşidək. Rəcəbli Elnur Bakıxanoğlu, Şamaxı rayon sakiniyəm. Rəhmətə gedən dayımdır. Vuran da dayımın qızının əridir. Bu ailədə 6 ildir dayımın qızı oğlandı da belə. Ailədə həmişə söz-söhbətləri olur. Axır vaxtlar yaxın bir ay, 2 ay ərzində söz-söhbət olub dayım qızı götürüb gəlmişdi evə. Uşaqlar da gətirmişdi. Elə olub ki, dayıma gəlib oğlan yaxınlaşıb ki, uşağımı görmək istəyir. Dayım gəlib evdən uşağı aparıb ki, bayırda görsün də, dədəsidir. Bir zabor vardı aralarında, atası. Uşaq atası ilə oynayıb, eləyib. Uşağın atası gəlib babasına uşağı təhvil verib. Dayım salıb içəri uşağı, oturub tində. Oğlan gəlib dayımın qoluna girib ki, bəs yoldaşımı ver, aparım evə. Dayım deyib ki, mən aman zaman dayımın bir qızı var, oğul övladı yoxdur. Bir öldürməyə vermirəm ki, qızımsa. Elə bu deyəndə girib dayımın qoluna bıçağı təliyib arxadan dayımın kürəyini. Bizim adım Cahanə, Quliyeva Cahanə. Yoldaşım dünən küçədə oturmuşdu, tində. Orada dayanmışdı, biz də içəridə idik, qapı açıq idi. Uşağı nəvəm getmişdi, o gözləyirdi ki, gəlsin uşaq içəri, ona girərək. Bir də gördüm ki, nəsə səs gəldi. Səsə çıxdıq bayıra, gördük ki, gəlir, bəri gəlir, qışqırıq elədik hamımız. Gördüm qanın içindədir. Dedi, ələ gəldi, qollarımın üstündə belə başımı qoydu. Dedi, mənə nə oldu? Böyründən bıçaq, qolundan bıçaq. Qan yudu apardı. Uşağımı da gətirmişdi, elə bil dişinə görə aparmadılar. Elə uşağıma hədəlirdi ki, ay Ayşənə, başımı kəsəcəm sən, dədəyi öldürəcəm sən. Elə dedi, biz də inanmadıq. Dedi, indi deyir də, nəymiş bəyəm adam, elə durduğu yerdə. Bax, beləncə, nə deyib. Rəcəbova Südaba. Mən bibisiyəm. Bu uşaq 6 ildir gəlin gedib, evin bax, arxa hissəsindədir, qonşudular. Evin arxa hissəsindədir. Bu uşaq 6 ildə 6 gün görməyib. Oğlanla hər dəfə döyüb, söyüb. Axırıncı dəfədə bu uşağın dişi ağrıyıb, aparmayıblar. Atası deyib ki, gəldi uşağım da, ham atadı, anadı. Aparım mən həkimə. Həkimə də gedəndə bir dəfə ilə diş çıxartmırlar. Deyib, müalicə olunmalıdır. Gedib gəlməlisində, hardasa 3 gün, 4 gün gedib gəlməlisən. Onun üstündə bir qırğını salıb ki, niyə atva qoşulub sən həkimə getmirsən? Onun üstündə. Belə uşağı hədəlir ki, səni öldürəcəm, qəbirstanlıqda birini aparıb başını kəsdirəcək, səni də başı yerə kəsəcəm. Bunun üstünə cumub, atası bədbaxt çıxıb qabağına. Ata da oturmuş tində bir də burada. Gəlib oturub yanında, deyib ki, kürəkənim oturdu yanımda. Elə Musa elə bir ki, alladı, elə bir ki, uşaq başı alladan kimi.